Ruslar hörümçək tor əməliyyatından sonra təcili olaraq strateji bombardmançı təyyarələri Ukraynadan uzaqlaşdırmağa başlayıblar. Artıq Tu-160'lardan biri Anadır hava limanında görüntülənib. Reallıq TV Axaraza istinadən xəbər verir ki, qalan Tu-22M3 və Tu-95MS strateji bombardmançıların taleyi naməlum olaraq qalır. Ukrayna mediası mənbələrə istinadən iddia edir ki, təyyarələr Aleniya, Belaya və Ukrayna aerodromlarından qeyri-müəyyən istiqamətlərə elə xaotik şəkildə hərəkət etməyə davam edir ki, monitoring sistemləri onları izləyə bilmir. Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti hörümçək tor əməliyyatını 1 iyunda həyata keçirib. Nəticədə Rusiyanın 4 aerodromunda strateji raket daşıyıcıları da daxil olmaqla 40-dan çox hərbi təyyarə sıradan çıxarılıb.